Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mənimlə birlikdə Azərbaycan dili 2-ci sinif KSQ 1 nümunəsinə gəlin bir yerdə baxaq. Birinci sual. Hansı sözdə hecalardan biri yalnız bir səsdən ibarətdir? Uşaqlar, A bəndi xoşbəxt, B bəndi işarət, C bəndi mehriban. Hecalayın görək. Xoşbəxt 2 hecalı sözdür. Bir səsdən ibarətdirmi? Əlbəttə ki, yox. C bəndinə baxın. Mehriban 3 hecalı sözdür, düzdürmü? Hər heca bəyən bir səsdən ibarətdir? Əlbəttə ki, yox. Amma işarəyə baxın uşaqlar. Şarə hecalara böldüm. İ bir səsdən ibarətdir. Düzdürmü? Birinci heca bir səsdən ibarətdir yalnız. Ona görə düzgün cavabı mən burada nə götürəcəm? B bəndi burada düzgün cavabdır. Deməli, B bəndini işarə vururuq. 2-yə keçək. Hansı cərgədə yalnız saatlər verilib uşaqlar? Test saatləri yadımıza salırıq. Hansılardır? A, I, O, U, E, Ə, İ, Ö, Ü. Düzdürmü? A bəndinə baxın. C var, D var, M var. Bunlar saat deyil, axı samitdir. Ona görə götürə bilmərəm. C bəndinə baxaq. N var, T var, M var, K var, B var. Bunları da götürə bilərəm. Əlbəttə ki, yox. Axı bunlar samitdirlər. Məndən nə istəyir sait? Ona görə də saatlər olan cərgə Ü, İ, Ə, E, U, I. Demək ki, B bəndindədir. 3-ə baxaq. Hansı fikir doğrudur? A bəndi. Mən eşitdiyim hərfləri bir-bir təkrar etdim. Danışıq səsləri 2 cür olur. Saatlər, samitlər və C bəndi. Mən lövhədə yazılmış səsləri pis görürdüm. Uşaqlar, hərfləri biz nə edirik? Yazırıq və görürük. Ona görə də A bəndi səhvdir. C bəndinə baxın. Səsləri nə edirik? Deyirik və eşidirik. Düzdürmü? B bəndin amma doğrudur. Çünki danışıq səsləri 2 cür olur. Bəli, saat səslər və samit səslər. Ona görə də düzgün cavab B bəndi götürürəm. Uşaqlar, yadınızda saxlayın. Bilmədiyiniz sual oldu KSQ yazan vaxtı. Onun üstündə vaxtınızı aparmayın. Buraxın, keçin başqasına. Axırda qaydarsınız. Bu zaman sizin fikriniz, beyniniz daha da təmizlənəcək və rahat şəkildə onun cavabını verə biləcəksiniz. Ola bilər həyəcanla ilk dəfə sualı oxuyanda o sizə çətin gəlsin. Deyəsiniz, vay bunu mən keçməmişəm və yaxud da bunu mən necə eləyim? Vaxt itirməyin. Növbətiyə keçin, yaxşımı? 4-cüyə baxaq. Azərbaycanın şəhər adlarını əlifba sırası ilə düz. Əlifbada birinci hansı hərf gəlir uşaqlar? Ağdam. A hərfi, düzdürmü? Ona görə də birinci mən nəyə götürəcəm? Ağdamı. Daha sonra saya-saya getsək, ikinci yerdə Q hərfi durur. Ona görə də Qusarı götürürəm, düzdürmü? Daha sonra M, yəni Masallı 3-cü yerdə durur. S, Sumqayıt 4-cü yerdə və ən axırda Y 5-ci yerdə Yevlax durur. Deməli, nə oldu? Ağdam, Qusar, Masallı, Sumqayıt və Yevlax. Vergül qoya-qoya elə yazacaqsınız. 5-ə baxaq. Nöqtələrin yerinə uyğun gələn sözü yaz. Qoyun necə olur uşaqlar? İlxı ilə, karvanla, sürü ilə. Əlbəttə ki, sürü ilə olur da. Ona görə də qoyunun yanına sürü yazacaqsınız. Və yaxud da qoyun sürüsü də yaza bilərsiniz. Fərq etməz. Daha sonra at necə olur? İlxı ilə olur da. Düzdürmü? Atın yanına karvan yaza bilərik. Əlbəttə yaza bilmərik. Heç vaxt yaza bilmərik. Ona görə də at ilxısı və yaxud da atın yanına çıx qoyub ilxı yazarsınız. Fərq etməz. Dəvə karvandır. Düzdürmü? Dəvə karvanla gedir də. Karvanla hərəkət eləyir. Və yaxud da dəvə karvanı da deyə bilərsiniz. 6-ya keçək uşaqlar. Hansı atalar sözündə müəllimə hörmətdən bəhs olunur? A bəndinə baxaq. Bir əldə 2 qarpız tutmaq olmaz. Bu nə deməkdir uşaqlar? Yəni 2 fəni 1 dəqiqənin içində siz öyrənə bilmərsiniz. Azərbaycan dili ən azından yarım saat vaxt sərf eləməlisiniz. Dincələndən sonra yarım saat riyaziyyata vaxt sərf eləməlisiniz. Beyniniz qarışmasın deyə. Bir əldə 2 qarpız tutmaq olmaz, düzdürmü? O yəni 5 dəqiqənin içində deyə bilmərsiniz ki, az dildə öyrəndim, riyaziyyatda öyrəndim, qoydum sumkaya hazırdır. Elə bir şey mümkün deyil. Düzdürmü uşaqlar? Gəlin belə bir zarafat eləyək. B bəndinə baxaq. Ağıl yaşda deyil, başdadır. Uşaqlar, bu nə deməkdir? Yəni, balaca uşaq sənə bir sualın cavabını elə gözəl izah eləyə bilər ki, heç böyük sənə elə izah eləməz onun cavabını. Ağıl yaşda deyil, yəni. Neçə yaşın olursa olsun, nə qədər oxusan, o qədər çox bilərsən. Nə qədər inkişaf elətdirsən özü, o qədər də yaxşı, rahat bilərsən. C bəndinə baxaq. Ustadına kəm baxanın gözlərinə qan damar. Uşaqlar, əlbəttə ki, bu müəllimə aid. Yəni, səni öyrədən müəlliminə sən heç vaxt kəm baxa bilmərsən və yaxud da heç vaxt onu həmişə hörmətini tutmalısan, düzdürmü? Bu artıq müəllimə aid olan misaldır. Deməli, C bəndi müəllimə aiddir. 7-yə baxaq, nöqtələrin yerinə hərflər əlavə edib söz yaradın. Uşaqlar, nə olacaq? Ağac. A hərfi burada buraxılıb. Burada nə buraxılıb? Əlbəttə ki, Ü hərfi. Müəllim. Daha sonra dəftər, canavar, dəvə, məktəb və pencək. Siz bu hərfləri özünüz dəftərdə yazın. Nə buraxılıb? Daha sonra mənim səsimlə yoxlayın, görün neçəsini düz, neçəsini səhv yazdınız. 8-ə baxaq. Hecalarda mümkün qədər çox söz düzəldin. Uşaqlar, baxın, burada mud var, düzdürmü? Mud hecası. Burada da nə hecası var? Baxaq görək. Deməli, burada mud var. Burada da var ar. İkisi bir yerdə birləşəndə nə olacaq? Olacaq armud, düzdürmü?
Bax, burada dəf var, burada tər var. İkisi bir yerdə birləşəndə nə olacaq? Dəftər. Düzdürmü uşaqlar? Bax, də, burada da lə. Nə oldu? Dələ. Daha sonra nə düzəldə bilərik? Bax, so, burada da yuq. Oldu soyuq. Düzdürmü? Buranı silim görsənsin. Və yaxud da to. Düzdürmü? Burada to. Burada da yuq, toyuq. Düzdür? Və burada da tər var. Bunu silim görsənsin. Burada da tər var. Olacaq və tər. O qədər, yəni çoxlu söz düzəlmi olur. Deməli, nələr düzəltdik biz? Toyuq, armud, dələ, soyuq, kitab, vətər, dəftər və s. və ilaxır. Siz də ürəyiniz istəyən sözləri düzəldib, vergül qoya-qoya yazacaqsınız. 9-a baxaq. Cahargah əfsanəsinin birinci hissəsinə hansı başlığı verə bilərik? Uşaqlar, onu oxumamısınızsa, tapın internet üzərindən oxuyun. Burada ən birinci padşahın təllifi olur. Yadınızda saxlayın. Padşah musiqiçini çağırıb, ondan ən gözəl musiqini bəsləməyi xahiş eləyir. Və musiqiçi də onunla razılaşmır. Daha sonra karvanla onu həbsə atırlar. Musiqiçini qaçırdırlar. Karvanla musiqiçi yol gedir. Yəni qısa danışıram. Yolunu azmış karvan olur. Dəvələr yolu azmasın deyə musiqiçi də deyir ki, dəvələrin hərəsinin boynuna zınqrov bağlayır və o zınqrovlar tərpəndikcə dəvələr tərpəndikcə zınqrovlardan çox gözəl bir melodiya, bir musiqi əmələ gəlir. Burada birinci nə oldu? Mən nə dedim danışanda? Yəni çox qısa versiyasını danışdım. Padşahın təllifi olur. B bəndi olur. Yəni birinci hissədə padşahın təllifi olur. Padşah çağırır musiqiçini. Ona təklif edir ki, mənə ən gözəl, ən qəşəng musiqini yaz. 10-cu suala baxaq. Əlifbada Q hərfindən sonra gələn 5 hərfin ardıcıllığını tapaq. Uşaqlar, yadınızda saxlayın. Bax, burada hərfin ardıcıllıqları varmı? A bəndində. Əlbəttə ki, yoxdur. C bəndinə baxıram, yoxdur. Amma L, M, N, O, Ö, bəli, əlifbanın ardıcıllığıdır. Uşaqlar, L, M, N-i də limon sözündən yadınızda saxlayın. Fikir verin, limonda nə var? L, samitlərə baxın, M, birdən N. Düzdürmü? L, M, N, O, Ö. O ardıcıllığı limon sözü ilə də yadınızda saxlaya bilərsiniz. Uşaqlar, izaha baxandan sonra bəyənməyi, kanala abunə olmağı unutmayın. Mənimlə birlikdə ödənişli qruplara yazılmaq istəsəz aşağıdakı əlaqə nömrəsi ilə yazıla bilərsiniz.